Xoş gəlmisən. Xoş gördüm mən. Adın nədir? İsmail Novruzov. Adın İsmail Novruzov, bəs soyadın? Başlıqlara. Başlıq nöqtə qoyub. İsmail, harda oxuyursan? Neçə bal yığmısan? Bakı dövlətdə oxuyuram. 1-ci kurs tələbəsiyəm. Aha. 655 bal toplamışam. Qəşəng. Ana dili buraxılış, Ana dili buraxılış 98,3. ana dili blok. Blokdakı 144 tam. Ədəbiyyatdan da bir dənə deyəsən, səhvin var. 97. Maşallah, maşallah. Müəllimin, ana dili müəllimin kim olur? Babalar sözünü tutar. Nə yaxşı müəllim. Allah onun canını sağ eləsin. Amin. İsmail, belə deyək də, son 20 gün üçün uşaqlara nə tövsiyən var? Praktik eləmək, ancaq testlər işləmək. Ancaq Sadəcə. testlər. Yəni bir mövzuya ilişir, məsələn 20 gündür oturum bölüm hamısında isimlə başlayım. Elə çətin olar, çatdırmaq olmaz demək olar ki. Qarışıq şəkildə deyirsən də işləmə. Məsəl üçün bir dənə qarışıq sınaq şəkildə. götürəcəksən, başdan ayağa bütün Başdan mövzular hamısı onun içərisində. Onda olur. səhv eləyəndə görərsən ki, nə səhv, nə düzdür. Həm də ki, hətta eyni saatda işləməyi tövsiyə edirəm ki, məsələn imtahan 10-da başlayırsa, hər gün səhər saat 10-da durub eyni vaxtda, eyni saatda işləmək. Hə, indi Aynen. saat 10-da olmazsa da məsələn uşaqların məktəbi var da, elə deyilmi? Axşam vaxtı da. Mən inanmıram ki, məşğul eləsinlər, amma mən elə işləyirdim. Hə, çox eləməyin. Hamı bu dəqiqə məktəbdə, hamı yəni dərsi iş yəni. Hə, belə gözəl İsmail, gözəl. Balın da gözəl. 655. Bəli. Halal olsun. Halal olsun sənin yetişdirən müəllimlərə. Eşq olsun İsmail. Təşəkkürlər.